Döner aldım özüme. Bir tane de kollan var idi. Bu zerodur. Yo, zerodur. Ne pis tadı var bunun. Çok pis tadı var. Неприятный tadı var. Bəyaqların öz maşınımı itirmişəm mən. Hara qoydum yadımdan çıxdı. Bir saat axtarırdı maşınımı. Ahırda tapdım. Evimizin yanında döner qəşəngdir. Qəşəng düzəldi də. Bir tane döner var. Limuzin. Çok böyüdü o. Böyle döneri heç vaxt yeyə bilmərəm. Ama bu normaldir. Porsiyonu, ito. Arada bir elə olur ki, bunu da yeyə bilmirəm axıra qədər. Ona görə Спасибо. Böyle adamlar var, döner alır, her şey içine bakırlar ki ne var içinde. Bu defa yine dırnak eləmək istəyirəm. Ama yine de kırmızı eləmək istəyirəm. Просто yay və qırmızı yəqin ki yaxşı olar da. Baxın görüm. Rozova da eləmək istəyirəm. Həmişə rozova eləyirdim mən belə yadınızda da. Ben burada porsiyonu da aldım. 7.50 porsiyonudur və 280. Başta 10 manat çıxdı. Bunun için soğan yoxdur deyəsən, yaxşıdır. Yaxşı ki bizdə Bakıda belə bir şeyler var. Belə pelikuslar var da, şöyle çıxırsan ucuz qiymətə nəysə alabilirsən da. Rusiyada var, demirəm ki yoxdur. Onlarda belə bir yerlər var, stalovo kimi. Oradan əməlli başda alabilirsən özünə nəysə ucuz. Normal. Orada Snickers, Red Bull ucuzdu. Bizimkinden biraz ucuzdu. Ne nasıl var ya? Şu ben doydum. Bu çok oldu benim için. Billboard'um. Öpürəm sizə. Sağ ol, salamat qalın. Mən nasıl bir video olur be. Arada bir olar da. Bakalım.